Vaxtınız xeyir dəyərli tələbələr. Deməli, bugün sizinlə birlikdə yeni mövzumuz olan və ikinci hissənin ilk mövzusuna artıq start veririk. İkinci hissənin ilk mövzusu deməli elektrik yükləri, elektrik sahəsi Coulomb qanunu ilə deməli başlayacağıq. Bu sahə ümumiyyətlə deməli deməli maqnetizmi xarakterizə eləyən mövzunun ən əsas deməli təməllərindən biridir. Ümumiyyətlə bu mövzu izahına deməli bu mövzunun mahiyyəti nədir olaraqdan ilk təməl ataq. Ümumiyyətlə deməli bu mövzu içərisində biz deməli öyrənəcəyimiz şeylər məsəl üçün deməli elektrik sahəsinin yükü olacaq, intensivliyi olacaq, sonra o Coulomb qanunları olacaq, daha sonra Coulomb qanunu olacaq, onların tətbiqləri olacaq. Yaxşı, bəs ümumiyyətlə bu mövzunun məqsədi nədir? Bu mövzunun, yəni təməli belə deyim də, nəzəriyyəsi nədir? İlk olaraq deməli birinci başlığımız olan elektrik yükündən başlayacağıq. Mən markeri dəyişim. Deməli ilk hissəmiz olacaq 1 elektrik yükü. Bu marker niyə bu qədər böyükdür? Birinci başlığımız olacaq deməli elektrik yükü. Elektrik yükü. Aha. Deməli ilk öncəliklə biz burada bir şey təxəyyül etməliyik ki, elektrik yükü nə üçündür? Yəni mahiyyəti nədir? Elektrik yükü ümumiyyətlə elektrik sahəsində hərəkət edən yüklü zərrəciklər kimi götürə bilərik. Məsəl üçün biz kimyadan öyrəndiyimiz qədərilə deməli molekullar olsun, deməli cisimlər nələrdən ibarətdir? Molekullar nədən ibarətdir? Deməli ümumiyyətlə molekul deməkdir, cisimlər atomdan təşkil olunur. Atomlar özlüyündə nəyi var? Neytron var, deməli həm protonu var, həmçinin də deməli elektronu var. Burada bir şeyi də nəzərimizdə yadda saxlamaq lazımdır ki, deməli neytron bilirik ki, neytral, yəni zaten adı da üstündə neytral zərrəcikdir. Elektron mənfi, deməli yüklü, proton isə müsbət yüklü zərrəcikdir və həmçinin biz deməli kimyadan da öyrəndiyiniz kimi, deməli müsbət yükün çoxluq üstünü təşkil etsə bu müsbət zərrəcik, amma mənfi yükün deməli çoxluq təşkil etsə bu mənfi zərrəcik. Yəni mənfi zərrəcik deyil, yəni mənfi olaraqdan əsasən hissədar götürülür. Elektrik yükü də deməli elektrik sahəsi içərisində hərəkət edən cisimlərin əsasən xarakteristikalardır. Yəni məsəl üçün hər hansısa bir sahəmiz var deyək ki, sahə içərimizdə məsəl üçün n sayda yüklərimiz var. Bizim bu ilk başlıqda öyrəndiyimiz məqsəd bu yüklərin xarakteristikası. Məsəl üçün buna deyək bir A yükü. A yükünün məqsədi nədir? Yəni məqsəd təxəyyül nədir? İlk öncəliklə yükdən başlayaq. Yük deməli yəni burada deməli buradakı məsəl üçün istənilən ixtiyari bir A zərrəciyi üçün, A yükü üçün nə deyə bilərik? Burada istənilən bir A zərrəciyi üçün deyirik ki, vahidi Q ilə işarə olunur. Deməli, bunun vahidi bir Coulombdur və Coulomb iləriki dəstədə demək keçəcəyimiz qədərlə 1 amper vursun saniyəni xarakterizə eləyir. Amperi deməli sabit cərəyan qanunlarında keçəcəyik. Bu deməli onu göstərən deməli beynəlxalq sistemdə vahididir. Bir də var deməli bunun xarakterləri, yəni bu sahədə hərəkət edən bu A yükünün xarakteri nədir, ona baxmaq lazımdır. İlk öncəliklə biz bilirik ki, deməli müxtəlif bir mühit içərisində hərəkət edən cisimlər olsun və ya bu nədir, bu hissəciklər olsun. Burada riyaziyyatdan anladığımız qədərlə həm kəsilən funksiyalar var, həm də kəsilməyən funksiyalar var. Məsəl üçün bu funksiyaların bəziləri, məsəl üçün deyək ki, y bərabər 7x. Burada x-in ala biləcəyi, buradan x, yəni istənilən ixtiyari qiyməti ala bilər. Yəni bu x-i belə deyim də limitləyəcək bir şey yoxdur yəni. Amma daha doğrusu buna deyirlər kəsilməz. Kəsilməz. Və həmçinin bir də var y bərabərdir məsəl üçün 12 bölünsün 12 minus x minus 3 məsəl üçün belə bir sual olur. Yaxşı. Amma burada deyirik ki, məxrəc sıfırdırsa bu funksiyanın mənası yoxdur axı.
Ona görə də məxrəci sıfırlamaq üçün, məxrəci yəni daha doğrusu sıfırlamamaq üçün bu x-in ala biləcəyi qiymətlər limitlidir. Və bu zamanda buna deyirik ki, buna deməli kəsilən funksiyadır. Kəsilən. Aha. Bu ilk hissədir. Yəni burada anlatmaq istədiyim mahiyyət nədir? Elektrik yükü deməli diskret kəmiyyətdir, yəni kəsilən. Yəni buradakı bu funksiya kimi də yaza bilərsiniz. Yəni belə deyim də bu bura yazdım. Diskretlik nə deməkdir? Yəni hər şey belə deyim də o tam hissəsi yoxdur. Sadəcə tam natural ədədlər ala bilər diskret. Və deməli diskret kəmiyyətdir. Bunu yazaq. Diskret kəmiyyətdir, yəni kəsilən kəmiyyətdir. Və bundan əlavə bu deməli diskret kəmiyyətə məsələn insan sayı kimi də deyə bilərik. Məsələn 1 2 3 4 5 6 falan filan. Məsələn biz insan sayına götürüb də 8.5, 8.7 demirik. Sadəcə tam ədəd kimi götürürük. Bu ilki. Bir də var ikincisi. İkincisi deməli elementar yükdür. Elementar yükdür. Yəni deməli bu hissəni bu sahədə ən kiçik zərrəciyə biz elektrik yükü deyəcəyik və elementar yük olaraq deməli sabiti var y bərabərdir 1.6 vurulsun 10 üstü mənfi 19 kulon. Biz burada aldığımız bu qiyməti məsəl üçün sadəcə deməli bir yük olaraq saya bilərik, 2 yük olaraq saya bilərik, 3 yük olaraq saya bilərik. Amma 3.5 deməli 3.7 kimi saya bilmək. Yəni biz bunun hasillərini belə deyim də bunu 2-yə vuracağıq, y-ni 3-ə vuracağıq, 4-ə vuracağıq, amma məsəl üçün 6.5, yəni 6.7, 6.1 falan bunlara vurmaq mümkün deyil. Və həmçinin buradan yaza bilərik ki, n sadəcə 1, 2, 3 və deməli tam qiymət alana qədər yaza bilərik. Həmçinin burada deməli 0 da daxildir. Bunu da qeyd eləyək. Bu ikinci hissə. İndi keçirik üçüncü hissəyə. Üçüncü hissə deməli yükün saxlanılması. Burada keçərlidir. Yükün saxlanılması. Yükün saxlanılmasını necə götürürük? Yəni option bütün yüklərin cəbri cəmi. Yəni məsələn bir dənə sahəmiz var. Məsələn belə bir sahəmiz var. Sahədə məsələn n sayda yük var və bu yüklərin hər birini məsələn buraya yazaq Q1, buraya yazaq Q2, buraya yazaq məsələn Qn, n sayda yükümüz var. Bütün bu yüklərin cəbri cəmi hamısı sabit olmalıdır. Ona görə də biz buradan yazırıq ki, Q deməli cəm bərabərdir Q1 plus Q2 plus ta ki Qn-ə qədər. O da bərabərdir deməli o konstant, yəni sabitdir. Və deməli buna uyğun olaraq bir dənə məsəl üçün nümunə işlət. Deyək ki, 2 dənə yük var. 2 dənə yük var. Deməli birində müsbət 8 Q-dür, birində məsəl üçün mənfi 6 Q-dür. Və hər ikisinin radiusu da eynidir. İlk öncəliklə sual sadə qoyaq. Hər ikisinin radiusu eynidir. Yaxşı, hər ikisinin ortaq qiyməti nə olacaq? Ortağı. 6 ilə mənfi 8-in arasında olacaq müsbət Q. O zaman bu hissədən deməli alınır ki, 2 dənə belə bir kürəmiz çəkək. Deməli bu hissəyə bir R deyək, bu hissəyə də bir R deyək. Bu hissəyə müsbət Q, bu hissəyə də müsbət Q olacaq. İndi bunu birazcıq daha çətinləşdirək. Nümunə deməli yazaq ki. Nümunə 2-də məsəl üçün deməli yenə 2 dənə kürəmiz var. Bu dəfə bu hissə deməli belə düz çəkək bunu. Deməli bu hissə deyək ki, məsəl üçün bu hissə 2R-dir, bu hissə də R-dir. Deməli, bura yazıram 18, bu hissə yazıram məsəl üçün mənfi 18 Q, bu hissə yazıram müsbət 12 Q. Bunların ortağı nədir? 6 Q. Yaxşı, mən bu iki hissəcikdə çəkirəm. Görürəm ki, bu hissədə ki 2R var, bir də ki R var. Və bu hissədə yazmazdan öncə bir şey diqqət eləmək lazımdır. Ümumi bu hissədə nə qədər Q var? 6 Q var. 6 Q varsa o zaman nə qədər ümumi radius var? 2R var, R var. Nə qədər oldu? 3R. 3R-ə 6 Q-dürsə, daha sonra mənfi 6 Q-dürsə, 3R-ə, o zaman R-ə nə qədər olacaq? R-ə də olacaq mənfi 2 Q. O zaman bu hissədən də əgər ki radiusu böyük olana daha böyük düşəcək. R-ə mənfi 2 Q-dürsə, 2R-ə də mənfi 4 Q olacaq və bu yüklər arasında paylanma bu halda yerinə yetiriləcək. Daha çox bu suallar deməli
topluda falan düşə bilər. Bu suallara diqqət edin. Sonra yüklər arasındakı xarakterə bax. Deməli, bu yüklər arasındakı nəzəriyyəyə baxaq. Məsəl üçün, deməli, müsbət mənfi bir-birini neyniyəcək? Müsbət mənfi bir-birini neyniyəcək? Müsbət mənfi bir-birini deməli cəzb eləyəcək. Sonra deməli, müsbət neyniyəcək? Bir-birlərini itələyəcək. Yaxşı, bəs mənfi neyniyəcək? Onlar da bir-birlərini deməli itələyəcək. Bu hissədə buna aiddir. Sonra bu elektrik yükü üçün deməli bir cihaza baxaq. Bu cihaz deməli elektroskopdur. Elektroskopda əsasən nə nəzərdə tutulur? Bu cihaz deməli mənfi yüklü cisimlər də yaxınlaşdırsa, müsbət yüklü cisimlər də yaxınlaşdırsa, elektroskopun içindəki həmin o deməli ayaqlar bir-birlərini sadəcə itələyəcək. Yəni bu halı çəkək. Deməli, bu elektroskopun üç hissəsidir, bu içidir, bu da ki, oturacaq hissəsidir. Aha, indi elektroskopda deməli, buradan gəldik, bu ayaqlarıdır. Bu hissəyə müsbət yüklü zərrəcik də əlavə eləsək, yaxın tutsaq və ya mənfi yüklü zərrəcik də əlavə eləsək, mənfi deyil, müsbət yazıram, üzr istəyirəm, mənfi yüklü müsbət də deməli, mənfi ya da müsbət də olsa, məsəl üçün, bura ilk öncəli birinci ala baxaq, müsbət yaxınlaşdırsa, bu hissə olacaq mənfi. Bu hissə mənfi olandan sonra, deməli, elektroskopun deməli, içindəki ucuqlar nə olacaq? Müsbət. Həmçinin mənfi də olsa, bu uc hissə olacaq deməli, müsbət və içəri hissə olacaq deməli, mənfi. Yəni, ortaq bir nəticə göstərir ki, elektroskop cisimlərin yükünü xarakterizə edə bilmir. Sadəcə cisimlərin yüklənib, yüklənmədiyini xarakterizə edir. İş prinsipi elektrostatik induksiya hadisəsinə əsaslanır. Gəlin bu, deməli, elektrostatik induksiya hadisəsini Azərbaycan dilində tərcümə eləyən mənası nədir? Yəni, heç bir yerə deməli, toxunmadan yüklənmə. Bu, bunun mənası verir. Sadəcə, yəni, zaten deməli, bu aid olduğu iş prinsipinə görə də bu elektroskopun deməli nəzəriyyəsini anlamaq olar. İndi keçək deməli ikinci hissəyə. İkinci hissəyə. İkinci hissədə deməli burada yazacağımız deməli olacaq o Coulomb qanunu. Coulomb qanunu. Aha, bu hissədə deməli öyrənəcəyimiz ilk şey, məsəl üçün, sahədir. Sahədə iki müxtəlif yüklü zərrəcik var. Biri 2-1-dir, biri 2-2-dir. Və bunlar arasındakı məsafə, məsəl üçün, bir r qədər fərqlənir. Biz burada deyirik ki, iki nöqtəvi yükün arasında, deməli, qarşılıqlı təsir qüvvələri yüklərin modulları ilə düz, yüklər arasındakı məsafənin, deməli, o kvadratı ilə daha doğrusu tərs mütənasibdir. Yəni, deməli, bu Coulomb qanunu aralarındakı iki müxtəlif yük arasındakı yaranan bu məsafədən tərs asıda və yüklərdən isə düz asıda. O zaman düz turumuz belə olacaq ki, F bərabərdir, K vurulsun, modulda Q1 vurulsun, modulda Q2 bölünsün, R-in deməli o kvadratı olacaq. Bu hissədə modulların heç bir fərqi yoxdur. Modullar sadəcə ümumən olaraq götürülür. Yəni, məsələn, bizə sual verə bilər. Modul vasitəsilə biz onu ümumi bir hissədar qiyməti tapa bilərik. Amma məsələn, zaten yüklərin özü mənfidirmi, müsbətdirmi, onu həll edən zamanı onun istiqamətini zaten avtomatik həll edə bilərsiniz. Həmçinin burada bir şeyi də nəzərinizə salmaq istəyirəm ki, deməli, bu Coulomb qanunu, əslində daha doğrusu bu Coulomb qanunu deməyək də, bu yüklər, yəni bu elektrik sahəsi yüklər arasındakı olan xarakteristika bizim deməli bu gravitasiya sahəsində öyrəndiyimiz deməli o deməli gravitasiya qüvvəsinə bənzəyir. Gravitasiya qüvvəsindən nə xarakterizə olunurdu? Cisimlər cəzb edilirdi. Amma yük sahəsində isə həm cəzb etmə var, həm də itələmə var. O zaman deməli bu hissədən mən bir şey yazım ki, bu hissədən bir əlavə qeyd olaraq götürüm ki, Q1 və Q2 deməli bundan yüklərdir, yüklər. R deməli məsafədir. R deməli məsafədir. Ondan sonra K burada o Coulomb sabitidir. Deməli Coulomb sabiti və F də deməli o Coulomb qüvvəsi olacaq.
Kulon qüvvəsi. Kulon qüvvəsi. Aha. Deməli, bu hissəni də yazdıqdan sonra, deməli, buradan bir nəzəriyyə çıxara bilərik. Necə nəzəriyyə çıxara bilərik? Deməli, bu K üçün biz nə yaza bilərik? K üçün yaza bilərik ki, K bərabərdir 1 bölünsün 4, pi vurulsun epsilon. Yəni, buradakı epsilon 0, əslində buradakı elektrik sabitidir. Elektrik, deməli, sabitidir. Elektrik sabiti. Və buradakı, deməli, epsilon üçün yazarsaq, deməli, vahidini 1 kulon, deməli, o kvadratı bölünsün, Newton vursun, metrin, deməli, deməli, kvadratı olacaq. Yəni, 1 vurulsun, deməli, o kulon kvadratı bölünsün, Newton vursun, metrin, deməli, o kvadratı. Bu əslində buradakı, deməli, bu düsturun tərsidir. Necə indi göstərim sizə. Bu düsturdan, deməli, bu hissədən bu hissəni yazarsa, yəni buradan bu K-nı çıxardırsaq, deməli, K bərabərdir F vurulsun R-in kvadratı bölünsün modulda Q1 vurulsun modulda Q2. Bu hissəni, deməli, şeyini yazarsaq, vahidini Newton vurulsun metrin kvadratı bölünsün kulonun, deməli, o kvadratı olacaq. Yəni, burada gördüyümüz şey odur ki, buradakı göstərdiyimiz K, bunun əslində epsilon 0-ın tərsi olaraq da nəzərdə tutula bilər. Bu hissədən sonra, deməli, bəzi nüanslara buradan keçək. Hansı nüanslar? Deməli, markeri dəyişdirim mən. Deməli, bu nüansları o zaman, deməli, F bərabərdir, K vurulsun, deməli, Q1 vurulsun, Q2, deməli, bölünsün R kvadrat. Deməli, bu hissədən bu K-nın yerinə gətirib buradakı düsturu qoyarsaq, həmin bu düsturu qoyarsaq, o zaman olacaq, deməli, 1 bölünsün, deməli, 4 pi epsilon 0 vurulsun, deməli, Q1 vurulsun, Q2 bölünsün, deməli, R-in, deməli, o kvadratı olacaq. Və həmçinin burada, deməli, biz bu qüvvə üçün yaza bilərik ki, deməli, F-in Q1-dən və Q2-dən asılı qrafiki, deməli, düz mütənasib olacaq. Həmçinin, deməli, F-in, deməli, R-dən asılılığı isə tərs mütənasib asılı olacaq. Və burada bu, deməli, o Coulomb qanununa uyğun olaraq yazılma, deməli, Coulomb qanununu ölçən cihaz isə, deməli, o, deməli, burulma tərəzisi olacaq. İndi burada bir şeydən nəzərinizə çatdırım ki, deməli, o gravitasiya qüvvəsi mühitdən asılı deyil. Məsəl üçün, istərsiniz 2-dən kürə götürün. Havada da eyni, deməli, havada da eyni şeydir, Lorentz-lə desəm. Suyun içində də eyni şeydir. Amma burada, deməli, yüklərdə elə bir şey yoxdur. Onlar mühitdən asılıdır. Burada mühit deyəndə biz nəyi nəzərdə tuturuq? Mühiti əsas xarakterizə edən sıxlığıdır. Yəni, sıx mühitdən mi baxırıq bu şəraitə, yoxsa deməli, geniş mühitdən mi baxırıq? Yəni, sıx və ya geniş. Burada mühitin xassəliyyəti əslində sıxlıqla əlaqəli olan bir şeydir. Və deməli, mühitin xassəliyyətini göstərən kəmiyyəti isə deyirik biz dielektrik nüfuzluğu. Buradan yazaq, deməli, dielektrik, deməli, nüfuzluğu. Aha, bu hissədən, deməli, bu hissəni ala biləcəyimiz üstüdə epsilon bərabərdir F0 bölünsün F. Yəni, vakuumdakı, deməli, qüvvənin mühitdəki qüvvəyə olan nisbəti olaraqdan yazırıq. Və bu hissədən də deyirik ki, bunun vahidi yoxdur. Yəni, epsilonun vahidi yoxdur. Bundan sonra, deməli, biz mühitdə əgər ki, hər hansısa bir epsilon qədər dəyişən bir mühitə keçdikdə o zaman F bərabərdir K vurulsun Q1 modulda vurulsun Q2 bölünsün epsilon vurulsun L-in o kvadratı olacaq. Bunu da deməli nəzərdən keçirmiş olduq. İndi buna aid bir nümunə yazaq. Nümunəmiz deməli necə olsun? Deməli, nümunədə burada bir hissə kimi yazaq. Nümunə bu, səhv etmirəmsə, 3-dür. Nümunə 3-də, deməli, məsəl üçün 3 dənə yük var belə. 3 dənə yük var və hər birinin arasında, deməli, eyni qədər R məsafəsi var. Bunlar arasında, deməli, mənfi, müsbət, bu hissədə müsbət olsun. Məsəl üçün, yüklərin modulları bir-birlərinə bərabərdir.
Deməli, bura A yazaq, bura B yazaq, bura C yazaq. Sualda verir ki, məsəl üçün QA bərabərdir QB-yə, bərabərdir QC-yə. Modullarda həmçinin, yəni bir-birlərini yükləyən modullar bərabərdir. Və A və C yükləri tərəfindən, deməli, B yükünə təsir edən, deməli, əvəzlədici qüvvəni soruşursa, ilk öncələ buradan nəyi nəzərdə keçirəcəyik? İlk öncələ, deməli, A və C yükləri, A ilə C arasındakı yüklənmə mexanizmi necədir? Bu hissə yaxınlaşır. Yəni, bu hissə yaxınlaşır. B bu istiqamətə gedəcək. Yaxşı, mənfi müsbət bu istiqamətin hansı tərəf olacaq? Təbii ki, yenə bu istiqamətdə olacaq. Bunun da işarəsini qoyaq. Bu da bu istiqamətdə olacaq. Bir-birlərinin əksi həm sağa, həm sola olarsa və eyni qədər məsafədə yer dəyişmələri icra ediblərsə, o zaman burada deyirik ki, deməli, F əvəzləyici, yəni bu, o B nöqtəsi üçün F əvəzləyici bərabər olur 0-a. Gəlin, məsəl üçün, A nöqtəsi üçün baxaq. A nöqtəsində necə olacaq? Deməli, A nöqtəsində, deməli, bu hissəni belə yazım. Bu hissəni də belə yazım. Deməli, bu hissəni də belə yazım. Deməli, burada A nöqtəsi üçün, deməli, verilən bir hissəyə baxaq. O zaman A ilə B arasındakı xarakterizasiya olan kəmiyyət necədir? Bu istiqamətdə, düzdürmü? Mən hətta bunu çəkeyim, bir saniyə. Buradan marker dəyişim. Aha. Deməli, bu istiqamətdən deməli bu istiqamətə gedəcək və deməli C ilə A arasında isə bir-birini itələyəcək və bu istiqamətdə gedəcək. Bu istiqamətə gedəcək. Yaxşı, indi deyə bilərsiniz ki, müəllim, elə burada da eyni şey oldu. Yəni bu belə də belə oldu. Deməli, əvəzləyici 0 oldu, onda burada da əvəzləyici 0-dır. Xeyr, burada sadəcə bir şey diqqət edin ki, burada ki, bu A yükü ilə B yükü arasındakı məsafə R-dir, A yükü ilə C yükü arasındakı məsafə isə 2R bərabərdir. Yəni, məsafə nə qədər böyükdürsə, həmin, deməli, cismə həmin o sahədəki yükə təsir eləyən qüvvənin modulu daha böyük olacaq. O zaman, yəni, deməli, məsafə nə qədər kiçikdirsə, qüvvə o qədər böyükdürsə, o zaman bu B-yə tərəf olan istiqaməti, deməli, götürüləcək. Yəni, A nöqtəsi üçün buradan yazırıq ki, deməli, F əvəzləyici bu istiqamətdə olacaq. Yəni, sağa doğru biz buradan nəzəriyyədən yazacağıq. Və həmçinin, deməli, bunu F bərabərdir, K vursun kübü 2 bölünsün R kvadratına əsaslanaraq bu hissəni yazdıq. Nümunə olaraq da, deməli, bunu belə yaza bilərik və, məsəl üçün, burada başqa bir nümunəyə baxın. Məsəl üçün, nümunə olsun 4, nümunə 4. Nümunə 4-də, məsəl üçün, 3 dənə belə yük var. Deyəlim ki, bura A olsun, bura B olsun, bura C olsun. Bura müsbət olsun, bura müsbət, bura mənfi. Burada, deməli, aralarında yenə R qədər məsafə var və deyir ki, əvəzləyici modullarını, deməli, burada tapın. Əvəzləyici modullarını, deməli, buradan, əgər ki, deməli, buradan göstərərsək, bu istiqamətdə görürük ki, deməli, müsbət bir-birini itələyəcək və bu bir istiqamətə gedəcək. Bu istiqamətə getdiyinə görə də həmçinin müsbət də, deməli, müsbətdən özündən çıxdığı üçün bu istiqamətdə olacaq və əvəzləyici vektor bu istiqamətdə olacaq. Yəni, F əvəzləyici bu istiqamətdə deyəcəyik. Və gələcəyik, deməli, bu mövzunun sonuncu başlığına, deməli, səhv etmirəmsə, elektrik yükünə. Elektrik yükü. Deməli, bu sahə ümumiyyətlə, elektrik yükü deyirəm, elektrik sahəsi daha doğrusu üzr istəyirəm. Elektrik sahəsində əsasən nəyi nəzərdə tutacağıq? Məqsədi budur ki, hər bir, deməli, yük öz ətrafında sahə yaradır. Yəni, deməli, bu qarşılıqlı təsirlərin yaranma səbəbi sahənin olmağıdır. Yəni, başqa bir yük onun sahəsinə girəndə isə avtomatik sahədəki yük tərəfindən ona təsir göstərilir. Yəni, məsəl üçün, hər hansısa bir özünüzə qarşı, məsəl üçün, bir sahə tərəfi var. O sahə tərəfi özünə yaxınlaşırsa, avtomatik ona təsir edir. Əgər, deməli, işarələr eynidirsə, bir-birlərini itələyəcək, işarələr əksdirsə, bir-birlərini cəzb eləyəcək. Və burada, deməli, bir nüansı da burada qeyd etmək istəyirəm ki, nətər ki, biz, deməli, bu ağırlıq qüvvəsindən C vurulsun, M, deməli, bunu biz yazdım. Deməli, C vurulsun, böyük M vurulsun, M bölünsün R kvadratından. Nətər ki, biz bu hissəni alıb, deməli, bura bir C yazdıq. Xatırlayırsa, C yazmışdıq. Burada da eynən o şeyi, deməli, o eyni məqsədi eləyəcək. Yəni, F bərabərdir K vurulsun, deməli, Q1 vurulsun Q2, deməli, bölünsün R
deməli bu kvadrat olacaq. Yaxşı, burada nəyi fərqləndirir? Q1-i mi götürək, Q2-mi götürək? Yəni ikisi iki müxtəlif yük olaraqdan bir-birlərinə fərqlənirlər. Amma ki, burada sadəcə fərqlənən budur ki, elektrik sahəsində mənbə yükləri fərqi var. Mənbə yükləri fərqi odur ki, burada məsəl üçün elektrik sahəsini necə yarada bilər? Bu birinci yükümüz olsun. Buraya yazaq Q0. Buna deyirlər mənbə yükü. Mənbə yükü. Mənbə yükü və buradan hər hansısa bir R məsafədə olan bir Q, yəni R qədər məsafə. Buna deyilirsə sınaq yükü. Sınaq yükü. Sınaq yükü ilə mənbə yükü arasında ortaq bir nəzəriyyə üçün deyərsək, o zaman bu düstur dəyişir. Bu düsturda Q1-in yerinə biz mənbə yükü yazacağıq. Yəni F bərabərdir K vurulsun. Modulda Q0 vurulsun Q, yəni sınaq yükü bölünsün R-in kvadratı. Və mən bu hissədən bunu kəsib alıram. Bu hissəyə deyirəm bir dənə Y, yəni intensivlik olacaq. Sahənin elektrik sahəsinin intensivliyi K vurulsun Q0 bölünsün R-in deməli o kvadratı. Buna deyirik intensivlik. Buradan yazaq. Deməli və intensivlik vektorial cəmiyyətdir. Vektorial üzərində belə ox qoyulur. Aha, bu hissəni deməli yekunlaşdırdıqdan sonra bu hissədə deməli intensivlik yükləri ilə buradakı deməli qarşılıqlı əlaqəyə baxaq. Deməli düsturumuz yazaq təzədən təkrar olsun deyə Y deməli vektorial bərabərdir. Deməli K vurulsun Q0 bölünsün R-in kvadratı. Burada görürük ki, deməli Y intensivlik vektoru deməli Q0 ilə düz mütənasib asılıdır. Yəni mənbə yükü düz mütənasib asılıdır. İntensivliklə məsafə arasında tərs mütənasib asılıdır və deməli Y ilə, yəni sahədəki sınaq yükü ilə də ümumiyyətlə asılıdır. Çünki bu düsturda sınaq yükü yoxdur ümumiyyətlə, sahə yüküdür əsas. Yəni mənbə yükü. Və bu hissədən biz nə yaza bilərik? Bu hissədən fikir verirsinizsə, bu hissə zaten Y-yə bərabər deyilmi? Baxın, F bərabərdir. Deməli, bu hissədən hətta göstərim mən sizə. Deməli, markaya dəyişim. Baxın, bu hissədə nədir? Bu hissəni özündən aldıq, bura Y yazdıq. Yaxşı, bu ifadə ümumiyyətlə mən bura Y yazsam, o zaman bu ifadə üçün, aşağıdakı ifadə üçün nə yaza bilərəm? Buradan deməli markaya dəyişək. Buradan nə yaza bilərəm? F bərabərdir. Madəm ki, bura bir Y demişəm, o zaman deməli bərabər olacaq Y vurulsun Q-yə. Və buradan da eyni şey yazarsam, deməli F bərabərdir. Q vurulsun və ya Y kimi də yazıla bilər. Vektoriallarını qoyaq. Buradan da deməli Y vektorial bərabərdir. F vektorial bölünsün Q. Buradan da vahidini almaya çalışarsaq, deməli Y-nin vahidi 1 Newton bölünsün o kulon olacaq. Bu hissə də buna aiddir. Və həmçinin burada dielektrik nüfuzu daxil edirsə intensivlik vektorlarına, o zaman deməli K vurulsun Q0 bölünsün, deməli epsilon vurulsun R-in o kvadratı olmuş olacaq bu hissədə də həmçinin. Və əgər ki, müəyyən bir epsilon qədər deməli bu mühit dəyişirsə, o zaman mühit üçün nə yazmışıq burada? Epsilon bərabərdir F0 bölünsün F-i daxil. Yəni sahədəki deməli vakuumdakı qüvvəni deməli mühitdəki qüvvəyə olan nisbətini yazırıqsa, bu zaman yəni bu qüvvə ilə intensivlik həmçinin düz mütənasib asılıdırsa, o zaman buradan belə bir şey deyə bilərik ki, həmçinin intensivliyin, vakuumdakı intensivliyin mühitdəki intensivliyə olan nisbətini yaza bilərik. Eyni qaydada Y0 bölünsün Y düsturunda buradan yaza bilərik. Və burada deməli bir şey də qeyd edeyim ki, burada intensivlik vektorlarını əsasən xarakterizə edən onun deməli o qüvvə xəttləridir. Deməli sahədə qüvvə xəttləri var. İntensivlik sahəsində deməli yazım sahədə deməli qüvvə xəttləri xarakterizə edir və bu sistem deməli kapalı deyil, yəni istənilən qədər gedə bilər və deməli bu bağlı deyilsə, bağlı sistem deyilsə, o zaman bu sistemə deyə bilər ki, bu sistem kəsilməzdir. Aha, indi deməli kəsilməzdirsə, o zaman bir şey də xarakterizə edin ki, bayaqki məsələlərdən nə öyrəndik? Deməli müsbət yüklüsə bütün oxlar ondan çıxacaq. Belə eləyim hətta.
Deməli, bütün oxlar ondan çıxacaq. Belə eləyək, deməli, bir saniyə bunu səhv çəkdim. Bütün oxlar ondan çıxacaq. Əgər mənfi 3 isə bütün oxlar ona girəcək. Deməli. Aha. Mənfi 3 isə bütün oxlar ona deməli girəcək. Bu hissədən də deməli bunu qeyd edək ondan sonra. Aha. Və həmçinin bu xarakteristikanı ümumən yazarsak, müsbətdən deməli mənfiyə doğru demişdik ki, bu intensivlik vektorları gedir, qüvvə xəttləri gedir. Mənfiyə doğru gəlinir, burada da mənfiyə doğru gəlinir. Müsbətdən buradan çıxır, müsbətdən çıxır həmçinin. Və deməli müsbətdən bu hissədən də çıxır, bu hissədən də gedir və həmçinin mənfidən müsbətə doğru axır, həmçinin burada da mənfidən müsbətə doğru axır. Yəni ümumi olaraq da məsəl üçün deyir ki, müsbət yükün A nöqtəsinə nəzərin hərəkət necə eləyəcək? Müsbət neyinir? Özündən çıxarır vektor. Yəni bu istiqamətdə olacaq deməli. Və deməli mənfi yük üçün nə olacaq? Mənfi yük üçün deməli məsəl üçün burada da bir B nöqtəsi var. B nöqtəsi də nə edəcək? Özünə doğru çəkəcək. Yəni bu istiqaməti yazacağıq. Bu istiqamətdə özünə doğru çəkəcək. Və bura yazaq nümunə 3. Deməli nümunə 3. Nümunə 3-də məsəl üçün 2 yükümüz var. Deməli bura müsbət olsun, bura mənfi olsun. Bura birinci yük olsun, bura ikinci yük olsun. Aralarında deməli müəyyən qədər bir R məsafə var. Bu orta nöqtə olsun K, bura K. Buradan bura məsafə R olsun, buradan bura məsafə də R olsun. Deyir ki, bu K nöqtəsindəki yekun intensivliyi necə hesablayırıq? Baxın, dedik ki, müsbətdən mənfiyə doğru gedir, düzdürmü? O zaman deməli mən bu istiqaməti dəyişərsəm müsbətdən mənfiyə doğru gedəcək. Və həmçinin mənfi də özünə doğru qəbul etdiyi üçün ümumi intensivlik vektoru əvəzedici qüvvə bu istiqamətdə olacaq. Və yekun deməli yekun intensivliyi üçün Y yekun deməli bərabərdir Y1 üzərinə gəlinsin, Y2 üzərinə gəlinsin, həmçinin YN, yəni bu hissəyə deyirik superpozisiya deməli prinsipi ilə əlavə olunur. Aha uşaqlar, deməli bu elektrik yükün ilk hissəsidir. İlk hissədə deməli yükün nə olduğunu, bu mövzunun mahiyyətinin nə olduğunu əsasən anlatmaya çalışdım. İkinci hissədə isə deməli bunun daha geniş deməli tətbiqlərinə baxacağıq və müxtəlif deməli hissələrində toxunacağıq. İlk mövzuzanım bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.